Bəli, bəli, bəli. Yenə həftənin birinci günü ən gözəl mahnılarla davam edirsən. Salamlayıram hamınızı. Birinci gün gəldisə, mənim ab-havam həmişə kimi gözəl olmalıdır. Çünki Günabaq verilişi bilirəm ki, sizin sevimli verilişlərinizdən biridir. Çünki burada pozitivlik var, çünki burada maraqlı söhbətlər var. Kimisə başqa söhbətlərinə girmirik. Özümüz üçün öz balaca dünyamız var. O balaca dünyada da siz də qonaqlarsınız. Ona görə də salamlayıram hamınızı. Həftənin birinci günü. Mənim balaca dünyam var. Nə dedim mama bir dedi, anam mənim qulağımda da özü bilir. Həm də ki bir dənə söz deyim mən sizə xahiş edirəm. Ondan sonra İlqar müəllimi dəvət eləyərik, verilişimizi açıq elan eləyərik. Orxan yaxşısan əsas. Qaydasında da hər şey. Enerjin superdir. Birinci gün gəlib. Enerjini elə eləməli ki, hiss olunmalıdır ki, əfsanələr geri döndü. 2 qat superəm. Allah super. Bunu deyim sizə, mən bir dənə görürəm ki, mən bilirsiniz ki, anamdan ötürü ölürəm, anamın xətrini o qədər çox istəyirəm ki, yəni hər övlad o qədər anasını bəlkə də istəmir, mən çox istəyirəm onu. Amma bir dənə bəzi indi yorumlarda görürəm ki, deyir evlənənə qədərdir, nə bilim bir şeydir. O insan, mənim yolumda ağardan saçı var, qurban olsun bütün qızlar o aksiyasına. Var bir dənə tükür. Və mən bir də eşidirəm, deyirlər ki, qızlar deyirlər ki, bəs analar oğlanların bəs arvadlarına, yoldaşlarına qısqanırlar. Belədir, bəlkə əksinədir, yoldaşlar, qızlar analarına qısqanır. O ola bilər. Yəni ona görə deyirəm ki, övladlar, mən məsəl üçün özümdən deyirəm, anam mənim ağlayanda, yıxılanda, qalxanda, duranda bir insanın ən böyük arxada dayağı anadır. Ona görə də analarımız, bizə o məni heç nəsiz sevir. Bəlkə də hansısa bir xanım, bəlkə də hansısa bir qadın, nəsə görə. Çünki o insan indi olur da həyatdır, boşananda, yolları ayıranda ən birinci düşmən elə o xanım olur. Amma anaya neynəsən də, laf belə yöntəmsiz övlad ol, laf belə bivəz övlad ol. Amma yenə də ana səni sevir və bunun da şahidi dəfələrlə olmuşuq. Ona görə də həmin anaların əlindən öpürəm, öz anama da qurban olaram. Uzun ömrü, can sağlığı versin. Nəsə, vaxtı uzatmadan arzu nəsə, bəli, arzu deyir ki, kasıb oğlanın yeganə sevən o qadın anadır. Bəli, ona görə də istəyirəm verilişimiz tam sürətlə bu günləri maraqlı qonaqlarımız var, sözlü söhbətli qonaqlarımız var, oynayan qonaqlarımız var. Ona görə də Elə bir qonağımız var ki, mən həmişə istəmişim ondan bir səhnədə olum. Hansıdır o? O da bu günə niyə deyirəm ki? Amma özünə deyəcəksən. Deyəcəm, əlbəttə. Onun səbəbini də deyəcəksən. Niyə eyni səhnədə olmaq istədin? Oldu, tamam. Onda verilişimizin əsas aparıcısı, verilişimizin sütunu, ağsaqqalımız. O insan bilirəm ki, kişini darda qoymaz deyib, o xarakterlə yaşayan insanlardandır. Ona görə də o bizim arxamızda, dayağımızdadır. Həmin insanı dəvət eləmək istəyirəm. Verilişimizin aparıcısı İlqar Mikayılov! Azərbaycan şəxsiyyətə salam, hər vaxtınız xeyirli olsun. Bəli, başlayırıq. Qəzənfər. Bu nədir? O Qəzənfərindir. O elə fantasiyalar var. İlqar müəllim gözləyir. Naidindir. İlqar müəllim deyir bunu tax. İlqar müəllimin sözündən çıxacaq. İlqar müəllim dedi onu. İlqar müəllim dedi onu. Mən xahiş edirəm. Bax, xahiş edirəm dedinizə. Bir dənə baxın, ona baxın. Vəziyyət ağırdır. O sevgi ilə baxır, ürəkli Aysa, bu onun Kimə baxır, niyə baxır? Aysa, kimə baxdığımı özü bilir. 100% torbada pişik var. Əsas odur, baxılan adam bilir ki, ona baxırsan. Amma Qəzənfər, sən torbada pişik olmalıdır ya əslə. Yox, kompensasyon qadın. Sən çantada belə eynək gəzdirirsən. Görürsünüz? Xeyr olar. İlqar müəllim, onun görünməyən tərəfləri var. Allah bilir ona Yavaş-yavaş, tələsmələ sənə də yaxınlaşacaq. Mən sumkamdan. Yox, sən də başqasın. Onlar tez yaxınlaşdı ona müəllim. Nə baş verir? Ya mən başa düşürəm, aydındır, cavanlıq və s. və ilə. Axıra o bir də belə çantada belə... İndi sözünüzü balla gəlmir, cavanlıq deyirsin, cavanlığımızda elə şeylər olur. Hə, indi bıracaq. Məncə mən qaçım. Olub ki... O gələk verər, ay, dərhal, ay. Olub belə bir şey. Naid, elə eləmək ki, dalınca düşür. İlqar müəllim, sən olub, olmayıb, mən o maraqlıdır. Naid, çox fırlana bilməyəcəksin, uzağı 3 dəfə. İlqar müəllim, mən cavanam, mən fırlanıram nə qədər istəyirəm. Görürəm elə necələ, sən fırlanırsan deyəsən. Çox fırlanmayın, nə bildim. Mən saat əqrəbi istiqaməti və Naid yerində deyəm.
dəliyəm mən burada yerimdə deyənə. Yox, O qədərlə. axırıncı nöqtəni gördün yerində dayan. Ay, əvvəl axır gəlməyəcəksən İlqar bura. müəllim, yox mən bir şey demək, dediniz cavansan, bildim. Mən də sual verirəm ki, cavanlıqsa, Hə. sizdə mən məsəl üçün mən cavanam bu deyim. Mənim elə şeylərim olmur. Mən o açqını nə edirəm? Və əlimi atsam qaçacaqsan, mayka çırılacaq. Gəl bura. Yox, o qədər siz yaşdan olan, o 1 yaşa qədər olur, cəld hərəkətlər. 1 yaşdan sonra. Narahat olma, məndə cəl hərəkət həmişə qalır. İcazə Keç. versiniz aracı. Plus 1-dir onsuz da narahat olma, gəl. Plus 1-dir də artıq önlüyün üstündədir, hər şey Bax, qaydasındadır. tamaşaçılarımız bizə baxır. Nəsə başıma iş gəlsə xahiş edirəm. Yox, narahat olma, problem yoxdur. Vəssalam. Bax, həmişə o belə deyir, cavanları bax belə şey. Nədən qorxursan? Mən Heç sənə adam, deyirəm. estağfurullah, mən niyə qorxum? Siz adam yeyən zatsınız, mən sizdən qorxum. Ay, sağ Prosto ol. biraz ehtiyatlı gidin Onu yaraşır. söhbət deyilsən. Yekə kişisən, bu nəzir. Yekə kişisən, onu söhbət deyilsən. Sonra deyirsən ki, sən qalib ordunun qalib əskərisən. Niyə? Nədən oldu? Niyə ona söhbət idi bu eləyir? Hansı söhbət edirsən? Veriliş başlayan kimi. Nə, hansı bildim? Mən Yadından çıxdı, vəssalam, getdim. Gör bu adam nə qədər baba danışıb. Ana geçsin. barəsində deyirsən. Ana heç, ana qoyduq kənara. Ananı bildi. Hə, sonra nə var idi ki? Zəhmət olmasa bu yağı qoyun. Daha heç də. Başım ağrıdı ha. Kim vur, mən sənin başına işini eləməmişəm. Hə. Hə, İlqar müəllim, nəyi siz deyirdiniz? Bir mənə maraqlı gəldi o. Reklamda mən sənə deyərəm, rəngin qaçanda biləcəksən, narahat olma ki. Başım- Görürsən, bax, başım- o, bilsən, mental zərbədir o. Yəni, əllə vurmadım ki. Enerji idi o, dam bir yana, vəssalam, hər şey qaydasındadır. Başımın, Hə. mən ömrümdə Başa ilk düşdüm. dəfədir başımın dərisini hiss elədim. İndi başa düşdün də ki, Allah olsun. mən əlsiz də. İlqar müəllim, siz enerjinizi niyə boş yerə xərcləyirsiniz? Sən nə bilirsən? Uzaq yol gəlmiş adamsınız. Hə. Niyə eləyirsiniz ki bunu? Hər Eləmi? şey qaydasındadır da. Bu arada Cahandar əskərlikdən gəldi, xoş gəlib, səfa gətirdi. ver Təki sağ ol. bütün valideynlər o övladların gözləyirlər. Elə övladları necə yola salıblarsa, elə də sağ-salamat qayıtsın. Çünki o bilirəm ki, valideyn üçün böyük xoşbəxtlikdir, Hə, böyük hə, sevincdir. Allah heç kimin valideynini gözü yolda qoymasın. Amin inşallah. Vəssalam. Gəldi evə indi, yox, orta yuxudan durub. Dəyib pis dəyib, hə. Ha, yuxudan durub. Yaxşı Amma deyil o yəni. əskərlikdən çıxandan sonraki o hiss var, elə bilirsən ki, yuxudasan. Belə bilirsən, elə bir ikinci dəfə dünyaya gəlirsən, belə qəribə baxırsan hamıya ki, ay Allah. O. Hamının əlində altına müxtəlif avtomat- paltarlar, Hə, hamı eyni kamuflajda Sən deyil. danışma. Sən əskərlikdən danışma. Sən deyə eynək məsələsini həll edəcək, tələsmə ki. Heç ürəyi qısma, mənim çox maraqlı gəldi. Bu gün maraqlı yeməyimiz Hə, olacaq. Görürsüz, deməli. bax doldurub düzəltmişəm burada. Amma məncə qonaqlarımızı dəvət eləyək. Bunu qonaqlarımızın qabağında deyək ki, onlar biraz dəli dolu adamdılar deyə. Onları biraz təəccübləndirmək lazımdır. 100% Sonra var. sual vermək istəyirəm. O sualı verim tamaşaçılara. Hədiyyələrimiz o keçən həftənin qalibləri bizdədir. Hədiyyələrimiz. Bəli. Gəlin götürün də İndi yeri amma gəlmiş. bu günün baxın. Sizcə mən bunu kotletin üstünə vuracağam. Sizcə bu nədir? Bunun doğru cavabını verin mənə. Məndən bir dənə hədiyyə, İdə parfüm hədiyyə qazanın. Düzdür sən? İdə Parfümeri 2017-ci ildən fəaliyyət göstərir və 150-dən çox brend və 1000-dən çox ətir çeşidlərini də təqdim edir. Dünyaca məşhur ətirlərin xam maddələri birbaşa Fransadan gətirilərək bütün standartlara uyğun hazırlanır. 18 mağaza və onlayn şöbəsi də var. İdə Parfümün özəl kolleksiyalarına əlavə həm də ev ofis ətirləri, otaq spreyləri, ətirli şamlar və maşın ətirləri də mövcuddur. Kotlet bişəcək, kotletin üstünə Nahid nə vurur? Bax, bu nədir? Və cavabı kim birinci tapsa ki, bu nədir? Kotletin üstünə vurulur. Bax, bu nədir? Dərhal hədiyyəsi alsın. Bəli. Vəssalam. Amma WhatsApp-a yazın, zəng eləməyin, lazım deyil. Zəhmət WhatsApp-a yazırsınız, bax burada nömrələri görürsünüz. Vəssalam. Və gəlin hədiyyənizi aparın. Aparın. İndi qonaqlarımızı çağıraq. 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 Ağıraq. Sinifdə bizdə bir uşaq var idi. 7-ci sinifə qədər hecəyə böləndə çağıraqdır da, bölürsən də. Çığını ayrıca yazırdı. Ağıraq. Adı kənarda. Nahid. Niyə bilmirəm. Olur da elə şeylər də mümkündür. Nəysə, Həyatdır da Elqar müəllim. dəvət edib gəlsinlər və biz yavaş-yavaş başlayaq. Beləliklə, Xatun, buyurun. Və Sən saxla Kazım Allah. Sübhan, aparıcı və DJ.
Allah, sən saxla, mən saxlayamıram. Hər vaxt olsun. Hə, yox, maşallah, özü saxlayır yeri gəlmiş. Allah, hər şey sən saxla. qaydasındadır. Ay Xatun xanım, bu nədir belə? Mən Hər nə vaxtınız xeyir olsun, hər kəs Nədir salamlayıram. Nədir? deyim? Elə bu nə gözəllikdir, nə olub Ay, belə? çox sağ ol. Sən Nə olub? görən gözlərindir, gözəlliyi görür, qiymətləndirir. Yaxşıyıq. Deyəsən, tamamilə dəyişib ha. Gözəl əhval-ruhiyyə ilə gəlmişik. Maşallah, halal. Hə, çalışırıq da, yəni. Aha, çalışırıq. Çalışırıq da, var Burada mən məsələ bir mahnıyla balaca girəcəkdim, belə əyri oldu ya. Canım, sən necəsən? Vəziyyət necəsən? Salamlar, salamlar. İlqar müəllim, studiyanızda dəyişikliklər görürəm keçən mövsümdən. Sizin də yeni mövsümünüz Sağ olasın. uğurlu olsun. Bütün həmkarlarıma, ARB-yə və bütün kanallara. Maşallah, səndə də yeni layihə başladı. Dünən başladı. Hə, Dünən siftə başladı. Xeyirli uğurlu olsun, sağ ol. çox Xeyirli bəyəndim. Mədəni şou istədik eləyək. Mədəni şou. Yəni digər şoulardan fərqli olaraq biraz mədəni eləmək istədik şoumuzu. Anlayacaq, sizcə. Mən ümumətlə tanıyırlar da, yəni. Yəni mən çox Çətin qalmaqal, niyə bir balaca? əslində mən qalmaqal eləsəm, onun ən pikini eləyərəm də. Bunu yəni ki, hamı bilir, amma yəni o həddi aşmıram sadəcə olaraq, yəni gözləyirəm. Çünki mən bilirəm ki, bir müğənni ilə qalmaqal eləyim, 3 aydan sonra mən onu yenidən çağıracam verilişimə. İstəmirəm o aradakı hörməti televiziyaya görə götürüm aradan. Mənim üçün münasibət daha önəmlidir. Bax, Ay, sağ ol. burada bir-iki dənə məqam var ki, orada hardasa sənə razılaşam, hardasa bir balaca Yox. məndə suallar yox. Suallar yaranır Buyurun. hörmət məsələsindən. Amma verəcəm o sualı, mənim özümə çox var. Hər halda sən o mətbəxdəsən, o mətbəxi 5 barmağın kimi tanıyırsan və ona görə o nöqteyi nəzərdən yanaşacaq. Mənim o mətbəxdə nə işim var? Amma bir məqam var ki, Xatun xanım eynəyini gözündən çıxardanda gözdən oxumaq olur axı dərhal adamı. Nail, bir dənə bura gəl, sırf eksperiment demirsən, sən aparıcılıq öyrənmək istəyirsən. Əslində Siz də məni laf, çox Ötələs. fantaziyalarımız. Bax, yenə bu aləmi bir-birinə. Bax, hə. Qoymur, gül kimi yeməyimi pişirin. Gül çöpüşü. Xatun xanım, eynəyi çıxardın zəhmət olmasa. Göz-gözə bax ha. Yox, gözlərinə bax, bax sadəcə olaraq. Hə. Əridim axı. Yox, rəssalam, cavansan, get. Sən gözləri Əridim oxuya axı. bilmədin. Cavan Baxan oğlan kimi belə gözündən adam, hiss olundu ki, nəsə var. İlqar Dərhal müəllim hiss olundu. bir hiss eləyib yəqin ki. Hə, biraz Hə, var. Əla. Bax, o varı saxlayıram mən. Veriliş boyu yavaş-yavaş xırdalayacaq o söhbəti. mən də toparlanım. Görüm necə müraciət edirəm. Yəni mən xatını hələ belə görməmişdim. Yəni turistdə biraz əsəbi idi. Hətta nəfəs alanda hiss olunur, ha, yeri gəlmişəm. Əsəbi idi, o əsəbin Amma səbəbini yox, biz Kazım məni sənin arxası biraz sakitləşdirdi. Dedi, hər şey yaxşı olacaq xatun. Biz sənin yanındayıq. İlqar müəllimdəki yaxşı oldu elə İlqar müəllim verilişinə gəldim. Orada açıqlama eləyərsən. Var da, bu nəsə var. Növbəti qonağımızın studiyamıza dəvət eləmək istəyirəm. Söhbət Gəlib. müğənnim Elvin Babazadədən gedir. Niyə gözləyirsiniz? Salam eləyirəm. Gətirdim. Buyur. Mən inana bilmədim. İnana bilmədim sən gələcəksən. Buyur. Əyləş. Mahnıyla girəcəm. Elə şey yoxdur. Elə söz yoxdur. dəyişib bu mövzu. Elvinin gəlməsi mənim yadıma elə bir xatirəni saldı ki, beynim bu dağıma elə qaynayır. Sizin əsəbiniz mənim əsəbimin yanında heç nə. Nə oldu ki? Deyəcəm birazdan Elvindən də o tələs. enerji Yox, alırsınız. Elvinlə mənim nə işim var? Hə. Nə işim Salam var? eləyib, Maşallah, necəsiz? hər vaxtın xeyir, hər vaxtın Nə var, xeyirli nə yox? olsun. Necəsən? Çox Vəziyyət sevindim bugün burada iştirak etməyimə. Əslində mən sizin həyat yoldaşınızın dünyalar qədər xətrini çox istəyirəm. Salamlayıram kadr Mən də arxasında. salamlayıram. Onunla dəfələrcə verilişdə olmuşam. salamlayıram. Evladınızla olmuşam. Efirdə dəfələrcə, sizinlə ilk dəfədir. Və Və bugündən sən sonra gələn kimi mənim elə xatirələrimi oynatdın ki, bu dəqiqə o həqiqətən beyin qaynayır məndə. əsas odur xoş xatirələrdir, hə? Yox! Yox. Allah sən saxla. Allahım. Mən nə etdim? Allah sən Yox, saxla. şəxsən sənlik heç nə yoxdur. Hə. Amma Xatun xanım ifa eləsin, reklamlar və s. və axır mən İlqar oynayacağam. müəllim, ingiliscə bilirsiniz?
Yes, yes. Kim bilir ingiliscə? Təəssüf. Bu mahnı fasiləsindən sonra Elvin Babazadənin köynənin üstündəki bu ingilis yazıların tərcüməsini gəlin açaq da, yəni. Bax, biraz nə yazılıb burada? yaxınlaşdın söhbətə. Hə? Hə. Aparıcı. Xatun xanım, buyurun. O nəyi var? Heç vaxt görməyən Həqiqətən ki. super. Ləzzət elədi. Sıfır gününüz olsun. Olmayan kimi. Deməli, 2 ifa oldu. Xatun xanım da çox cəsarətli bir klip idi, yeri gəlmişkən. Belə Bəli, bu mənim ifa etdiyim mahnı musiqisi bizim jurnalist dostumuz Pərvizə aiddir, Pərviz Hüseyn. Sözləri isə Zəlimxan Yaquba. Təşəkkürümü bildirirəm. Klipi də ki, yəni ki, Xəyal Hüseynə təşəkkür edirəm. Məncə qəşəng olub, yaxşıdır. dizaynına baxanda Amma əziyyət çəkdi yəni çox. Şəlalə xanım deyəsə orada Bəli, başı bəli. bağlı. Şəlalə xanımı buradan salamlayıram. Gözəlimi, çox dəyərli modelierimi və çox əziyyət çəkdi. Ümumiyyətlə mənim bir çox kliplərimdə onun əziyyəti böyük olub. Buradan təşəkkür edirəm. Orada Şahmeran obrazı yaratdı, həm də ki Meduza obrazı. Meduza ilə Şahmeran. Yox, obrazlar çox idi orada. Babamca gedim. Demək Birazdan Meduza o Bir sözdə abrakadabra. 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 Elvin Meduza Sonra xoşda biri gəlir. hansı idi? Hə, biri də ki, yəni fashion stili idi. Yəni yaxşıdır. Yox, deyirəm kifayət qədər Sənətsal mahnı gözə yəni. gələn bir mahnı idi həqiqətən. Qaldı Bu ki, klip idi. qaldı ki Elvin bu mahnısı da ki dadlı, Köhnə- ləzzətli, köhnəlməyən köhnəlməyən hit. güzel. Və Elvin çox mahnılar ifa edib. Mən doğrudan Elvin səsi, sənəti bu mahnısı da ki maşallah, yəni hər dəfə qulaq asanda Elvin ilk dəfə qulaq asır və həmin o eşq yaranır Hər mahnıya qarşı. müğənninin bir vizit kartı olmalıdır, amma Elvində bir deyil, bir neçə vizit kart Bir var. neçə, Amma bəli. nəyi var? Yəni bayaq da dedim, köhnəlməyən hitdir. Elə mahnılar var ki, məsələn hitdir. Mən demirəm zamanında, öz dövründə 1 ay, 2 ay, 3 ay. Amma gəlin görək bu gün xatırlanırmı? Xatırlanmır. Sabun köpüyü deyil bir Bəli, söz. bəli, amma Elvinin Bəli, bu bəli. mahnısı, yəni nə qədər təzə mahnı buraxsa da, hətta bəzən özü ifaçı, özü də belə bezir ki, şimdi mənim axı başqa mahnılarım da var. Yəni əl çəkimdə bu hitlərimdən, amma yəni nəyi var? Yəni Qısaca köhnəlmir. nəyi var? Həqiqətən də birinci xatun qulaq asmışdıq. Aha. Kazım biz Moskvadaydıq, İlqar bəy, toydaydıq. Və yolda gedə-gedə mən Mirodur da, xatuna, Mirodur, nəyi var? nə Miroya. Miro, hə. Xatuna naushniklə qulaq astırdım ki, bax mənim yeni mahnım gəlir. Xatun qulaq asdı, dedi bir də qoy. Bir də qulaq asdı, dedi bu sənin Dedi ki, həyatını bu dəyişəcək. bu mahnı sənin həyatını dəyişəcək və sən çox uğur. Yalnızlar ölkəsi də gözəl idi. Onu da mənə qulaq asdırmışdı. Əslində Yalnızlar ölkəsi elə bir ki, bu mahnını möhkəmləndirmək üçün birinci O bir təməl idi. Hə, sanki. təməl idi, amma nəyi vara qulaq asdım dedim ki, bu yəni bazarda yəni eynili deyil, bu təzə bir janrdır, üslubdur. Ona görə xeyirli uğurlu olsun və Elvin də çox istedadlıdır. Yeri gəlmişlər retro musiqilərə səhnə çox yaxşı müraciət performansını, edir. nə bilim, Bəli. O ləzzət eləyir. Köhnə mahnı. sonra səhnə yaraşığını, sərhə performansını biraz prosto şeydə stardı. Yəni bu insan star doğulub da. Yəni bezirik də bunun əlindən. Bu hər yerdə stardır. İmkan vermir heç kimə nəfəs almağa, hə? Yox, yox. Hərdən mən hiss edirəm ki, onun kaprizləri özünə yük edir artıq. O qədər ki, buradan Azə xanımı salamlayıram. O qədər Əlbəbə, Gülbəbə, o qədər belə doğrudan böyüdüblər Ərköyün. Bir övladsan da sən, bir övladsan da. Bir övladdır, bir ona görə. övladdır. Ərköyündür, nəslin kökün ən sevimlisidir. Buna məsəl üçün ki, ayağı sağdan sola qoy, onun acığı gəlir. Hə, Hə. Ona da yəni həmən acığı gəlmir ha. Onu bir sutka davam eləyir də. Ay buna oldu, qutardı da qələt elədi. Onda Elvin Hoşuma gələndə. gəlir. Hoşuma gəlir. Bir indi sən axtarıb tapamır da. Mən ona görə bilirdi də axtarıb. Amma əsas odur ki, tapdın da. Axtaran tapar. Tapdıq da, şükür Allaha. Mən xarakterini Rusların nəzərə bir misalı alsam, var bir də. Обещанный 3 года ждут. Hə. Mən o qədər gözlətmədim. 1 il. söz verdinsə 3 il gözlə. Ona görə gəbələ eləyək də. Hələ göz 2 ilin var hələ. Onda məhz Elvin içəri girəndə dedim ha, birdən-birə belə bir yadıma düşdü. Deməyim də onu. Deyin də. Amma mən özü bilirəm. Hamı nigaran qaldı. Deməyəcəm. Məsələ. Deməyəcəm. Ya sən diginə görə nə qədər üstə düşür. Mənim maraqlıdır o, həqiqətən. Bir xatirələriniz var da. Xatirəmdir, bəli. sizin. Yazılı köynə ilə bağlı. Hə. Davamını deməyəcəm. son zəng deyil. Son Biraz zəng belə xatirəsi quşlar- deyil. Mən 87-ci Qulağıma- ildə məktəbi bitirmişəm. Allah bir neçə. 85? 7. 87. 87. Mən Və- 2 yaşım olanda. Və Mən hədə yadda yox. 1987. Mənim də 10 20-ci yaşım əsr, olanda. ötən əsr. Yəni Gəlin. Ötən era. O birisi əsildən qalmış hə, adamdır. keçən əsrdən qalmışam. İlqar müəllim.
Gəlin mən sizə bir dənə şey deyim. İlqar müəllimin o bir dənə paltarı var idi. O vaxtdan qalıb da gör nədir o tarixi abidə. Paltarın köynəyi də ona. Bəli, köynəkdir bildim. Deməli bu köynək bizdə evdə təmizləyən xanım var. Elə bil ki, çirklidir. Bunu götürüb yuyub. Mən Köynəkdə atamdan nəsə qalan yazılar köynək. olur. Atasından qalan köynək. Deməli, Xatirə yazılar olub orada. 10-cu sinfi bitirirsən, uşaqlar yazırlar axı. yazırdıq, Bütün bəli. sinif O yazıları yazırlar. Xatirə kimi Yığıblar. saxlayırdıq, bəli. Evi Sakitləşin, yığışdıran yaxşı xanım olacaq. Yaxşı da mənim üçün bir dənə köynəyi təmiz köynək götürür. elədilər. Və bütün yazılar onun üstündən gedir. Ay. Həmin gündən etibarən mən iki şey başladım nifrət eləməyə. Bir, indiki yuyucu vasitələrə ki, tərtəmiz eləyir hər şeyi. Qabaqlar evdə ördü. Nəylə yub görəsən Hə. bu yazılar gedir. Qabaqlar saatlarla qaynadırdın, təmizləmirdin. Hə, O o deyirəm vəssala. Ona görə də Ofeliya Şabanovaya təşəkkür edirik ki, hələ indiyə kimi corablarını əlinlə yuyur. Ay, Hələ. Hadi, onun da o ərindən şirin xatirələri qalır Onun üstündə. əri başımızı xarab Xatirə qalır üstündə. Ona görə bu köynəyə görə ki, dərhal yadıma düşdü o. Neqativ vermədi də yəqin. Sadəcə xatirə. Negativ verdi də. İndiki o da yoxdur. İndiki Bilsəydim yazılı köynək geyinməzdik. indiki heç bir Xadiməyə baxın. məzunlarda o da yoxdur. Yəni o da bizim dövrdə getdi. Yəni yəni o indi də yoxdur. Təsəvvür elə məhz ona görə mən hərbi xidmətdən qalmış zolaqlı köynəklər var idi də bizdə. Onu elə gizlətmişəm ki, ümumiyyətlə onu heç olmasa o xatirə qalsın. İndi gəlin mən də sizə bir şey deyim. Bu köynəyi mənim eks-sevgilim mənə hədiyyə eləyib. Və mən 2 dəfə cəmi bu köynəyi geyinmişdim. İllər sonra 3-cü dəfədir ki, geyinirəm. Bu gün açdım belə. Şkafı dedim, məhz bu köynəyi geyinəcəm. Hatırlayırsan o köynəyi giyinəndə Hə. eks sevgili hər dəfə. Eks-də 4 il öncə mənə Artıq hədiyyə eləyib, eks-dir amma də təzə sənin kimi də qalıb. Təzədir maşallah. 2 dəfə geyinmişdim, bu 3-cüsüdür. Hələ oxumaq lazımdır üstündə bir balaca. Hə, orada bəlkə də cadudur, nə Yo, yo, heç şey yox, hər şey qaydasındadır. Tərcümə elədilər. Sürüyü veribdir. Xatun xanımın həqiqətən də mən əbəs etmədim ki, eynəyin çıxarsın, gözlərinə baxa və gözlərində o aqressiyanı görmək mümkün idi. Yo. Bu da nə Tələsmə danışırsan? nəsə olub da bilirsən. İnsanın oxumaq söhbəti var da. İndi bax mən dedim, sualı verdim. İndi buyursun danışsın. Gör var ya yoxdur. Demək, biz siz təşəkkür edirəm İlqar müəllim. Əslində aqressiyanı həmişə özümdən uzaqlaşdırıram. No panika, no aqressiya. Bu sektor olunmur dezinfeksiya. Nəsə o başqa verilişin mövzusudur. Demək, bax indi hamımız əziyyət çəkirik. Gedirik özümüzə bir dənə ev alırıq, hansısa bir rezidentdən. Yox, xeyr. Elə ona da fikir veririk ki, belə yaxşı şəhərin yaxşı yerində olsun, yaxşı bina olsun. Bu günləri mən onlara da dedim ki, efirə gedirəm. Çox mənə əsəbləşdirdilər. Bax, qarajlar var. Qarajları heç birini kirayəyə vermirlər və onları baha qiymətə satırlar. Və mən də gedirəm ki, 40 minə, 45 minə mən qaraj niyə alıram? Elə gedərəm 40 minə, 45 minə ev alaram da, bir dənə də ev alaram. 40-45 minə, yəni qaraj satmaq olar və həyət var. Həyətdə ancaq özlərinə lazım olanda maşınları buraxırlar. Mən deyim ki, ora bir dənə mənim maşınımı buraxmırlarsa, mən onda deyərəm ki, yəni heç kəsə icazə verilmir. Mən də buna qəbul edirəm. Amma mən görürəm ki, ora öz adamları olanda, lazım olanda ki, kablokda gəzə bilmirlər. Onlar üçün maşınlar icazə verilir. Amma bu günləri mənim sürücümü incidiblər. Ona görə mən də efirə gəlirdim. Əslində istədim, deyəm ki, efirə getmirəm, bir ayaq saxlayam. 1 milyonluq səhifəmlə bir çəkiliş falan eləyəm mən də. Amma dedim, yox ya, o boyda efir gəlim, İlqar müəllim kömək eləsin ki, bu necə həll eləmək olar? Bu dəqiqə. Mən ilk dəfə... Heyfdir. Mən Zülfiyə xanımdan da, mən Ölmürəm belə şeyə görə. vəkilimdən, gözəl vəkilimiz Zülfiyə xanımdan da mən yardım istəyirəm. Deməli bu dəqiqə həm o Bəli. yardım verir, hətta Amma adını çəkməyim də rezidentin. hələ yox. Hələ yox. Hələ yox. Amma mən sizə deyim vəziyyət nerədədir. Qanuna görə Bəli. həmin o bina tikildi, siz mənzili aldınız və s. və s. və ilaxır. Həyət yanı sahə, qaraj, Bəli. bunların Eşidin. hamısı qanuna görə sakinlərə pulsuz verilməlidir. Bəli. Bəli. 6 aydan sonra komendant ləğv olunur binada. Çünki 6 aylıq komendantın varlığı binadakı müəyyən problemləri aradan qaldırmaq üçün nəzərdə tutulur. 6 aydan sonra da həmin o komendant sistemi ləğv olunur. Bina sakinləri bu deyə də qanundadır. Öz aralarında həmin o binanın nümayəndəsini seçirlər, binanın ağsaqqalın. Və hansısa bir problem olsa ona müraciət edirsiniz, o başlayır o problemləri həll eləməyə. Bax, əslinə qalsa, reallıqda vəziyyət budur. Hər şey binanı alan sakinlərin rahatlığı üçün qanunda nəzərdə tutulub. Sadəcə olaraq sakin binanı alanda mən pulumu verdim, aldım şükür və salam
Müqavilə. Yox. Haqqınızı tələb eləməlisiniz ki, bilirsən nə var? Tələb Qanunda eləyəcəm, baxlıdır. Bəli. Qaraj, həyət və həyətyanı sahə sakinlərə aiddir və pulsuz aiddir. Sakinlər sadəcə olaraq onu bilmədiklərindən MTK-nın əvəzcədir. Sizə bir 150-200 minə evi satır, plus qarajı satır 40 minə, 50 minə, 60 minə, 70 minə bilməm neçəsə. Bəli, kommunal ödəyirik. Dayanacaqların aylığı Allah bilir neçədir. Siz də Bəli. səsizi çıxarmırsınız. Arada bir Ona görə də Elə düzgün mən elə bu mövzuya toxunmuşam. Ki mən də öz problemimi danışım evlə Hə, bağlı. o mən indi bir dənə qurtarım, mən sonra siz Heç xəbərə keçərsiniz. keçmişik də belə Yox, mən tutaq ki, Sosial özdə ki, verilişdə. mən deyirlər ki, Xatun xanım biz sizi sevirik falan. Neçə dəfə getmişəm, demişəm belə. Amma görürəm ki, bunu köklü şəkildə həll edirəm. İndi bax qış gəlir. Mən geyinmişəm, məsələn, saçım uzadım, düzdür, çətirdən istifadə edirəm, amma bir də görürsüz külək falan. Külək, Biz anında qaraja bağlı. gedərəm, qarajdan çıxaram da, yəni bu mənim haqqımdır. Mən binaya pul vermişəm. Yəni mən ondan sonra elə ora verdiyim pulu gedərdim özüm üçün bir dənə villa eləyərdim. Yəni villa dəyərində olan bir evdir ki bu. Mən bunu istəyirdim ki, mənim ən böyük arzum idi ki, mənim həmən binada evim olsun və həmən ərazidə. Ərazidə. İndi bu ərazi mənim deyə bilərik, ərazi aradır. Xətai. Ali İşte ucuz məhkəmənin. yer deyil. yanı. Ah, bildim aradır. Hə, Hə, prezident. və salam. Çəkiliş qrupu komandanı Mən hazırlayırıq. buradan xəbərdarlıq eləyirəm. Hələ adınızı çəkmirəm, amma yəni ki, orada bəzi sakinlər də var ki, onlar da sizdən şikayətçidirlər. Amma təşəkkür edirəm İlqar müəllim, məni bu gün məlumatlandırdığınıza görə. İndi istəyirəm ki, bu mövzudan keçək Elvinin mövzusuna. Buyurun. Bizim də binamızın Xatun xanım kupçasını sarı üç vərəqəni il göstərdi verirlər. və Xatun xanım sarı vərəqəni göstərəndən sonra bütün ki o buxar ki Bitdi, çıxdı, bəli. aqressiya ki bitdi, zəhmət olmasa indi ifa. Yo İlqar bəy mən də deyim Qoy, də. qoy. Aha, Deyim bu ev teması bitsin. səndə də var. 3 ildir bizim kupçamızı vermirlər. O asaddır. Bəlkə dərdin Əziyyət asansdır. çəkmişəm, illər boyu pul yığdım ki, bir dənə ev alım. 3 otaqlı xatun Mən bilirəm olmuşam da də, bizdə. bilirəm, bəli. Evə köçəndə dedilər 3 aya sizin kupçanızı verirlər. 3 ildir bizim hər il 3 aydan sonra veririk deyə 3 ildir bizim kupçamızı Sən hansı verirlər. ərazidə qalırsan, o da Biz də Nəsimi rayonunda qalırıq da. İndi bax mən də binanın adını deyərəm ha, kupçamızı verin qutarın. deyərəm ha. Tam əmin ola bilərsən ki, Elvin, günə baxın növbəti efirdən sən kupça ilə gələcəksən. Ura! Sübhan, sudan, qazdan, yoldan, Sən nə asfaltdan problemin nə var? Bizdə hər şey problemi var? yaxşıdır. Bizdə hər şey yaxşıdır. Yəni evimdən şikayətim yoxdur, qonşularımdan şikayətim yoxdur. Maşallah. Hər şey yaxşıdır. Xoşallığa qardaş. Mənim televiziya verilişlərindən şikayətim var. Baba ora gəlirik. Mən əsas o sosial temanı işlədim ki, sonra mütləq sənə hələ dediyim məqamlarda da bir-iki dənə belə qarmaq atdın, o qarmağı qəbul elədim. O sualı verəcəm. İlqar mənim mütləq sizə. vaxtımız var, mən bir kəlmə deyim. Bir kəlmə deməyə ha var. Bir. Buradan divamıza Aygün xanım Kazımovanı ürəkdən salamlayıram. Bu yaxınlarda onun Best of Aygün adlı albomu işıq üzü gördü. Təbrik edirəm. Bu da Azərbaycanda ilk idi və mənim də orada mənə bir təşəkkürümü bildirəm, bir yer ayırdı və çox böyük bir fəxr hissi idi. Əla. Gözəl 3 gündə eyfariyadayam, bəli. Və əlbəttə mənim canım dostum Elvin Babaza. Çünki biz məncə Mən də oradayım, sevgimizin Sevə-sevə. qarşılığını aldıq. Bəli. Diva onu kim qəlblə sevirsə, onu hiss eləyir və layiqli qiymətini verir. İnşallah ki, biz də əlimizdən gələni edərik ki, bu sevgi davam eləsin İnşallah. hep bərabər. Həyatımla oynama musiqisi Eldar Mansurov, sözləri isə Baba Vəziroğlu. Həyatımla oynama. Oh, Çox sevindim. qəşəng. Gələcək. İlqar müəllim, bu mahnı əslində yerinə düşür. Yerinə düşür xatunun danışdığı mövzudan sonra. Yəni deyir ki, bayaqdan şikayət edir ki, nə bilim, qarajım belə, evimin mahnının adını dəyişirsən, evimlə belə oynama, qarajımla belə oynama. Elə də ola bilər yəni ki. Həyatımla oynama. Həyatımla Həyatımla oynama, bəli, elə yerinə düşdü. Yox, İlqar bəy diqqətdə sizdə saxlayın. kofe var. Kofe. Mən biraz ayılmaq istəyirəm. Hələ tam ayılmamışam. Axşama Bu gedirik. bəli. Yatmamışam, bilirsiniz, Bu sizin problemi- verilişinə gəlməyim Orada üçün. kofe, hə, şirin yoxsa Acı. latte, americano. Heç bir fərqi yox. Amerikano. O adamın beyninə elə xəbər eləyir. Sana kofe ver də başqa işdə Mən istəmirəm. yatmamışam, Filan, yanlış filan, söz filan, mənəm. Deyir filan. yatmamışam bu. Sizin verilişinizdə gecikməmək. Zəhmət olmasa 2 dənə. İki, üç dənə. kofe. Dostlarım bilir ki, mən saat 3-dən 4-dən sonra dururam yuxudan. Ayılmamsan yoxsa oyanmamsan? Ola biraz fərqli şeylər. Oyanmadan öncə. Oyanmadan, oyanmayıb. Acı ver getsin. Oyanmamışam. Sizə də acı yoxsa şirin? Acı. 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 Söhbət maraqlı olanda kofe acı olmalıdır.
Aha. Hə, belə söhbət soft olanda şirin ola bilər. Acı işə acı danışaq. Bu dəqiqə Kazımla indi o barədə söhbət edəcəyimiz var. Nəysə, Kazım kofeləri nəsə hazırlayın ürəyi gətirin. doludur ya, Yox, sizə yox, elə deyim. ürəyim dolu deyil. Bayaqdan nəsə hiss edirəm ki, İçəridə var atmacalarla bir danışır. Amma onu Verilişlər, qeyd eləyim qonaqlar. ki, mədəni şouda Kazım, inan ki belə yəni səndən küsülü olsaydım da sənin o anonsundakı olan görüntülər Çox birinci möhtəşəm. tanımadım. Bəli. Tanımadım və çox bəyəndim, çox gözəl. Təşəkkür Və mən inanıram ki, bu gözəl bir veriliş olacaq, reytinqli. Çünki sənin Mən verilişlərin reytinqli- həmişə Yəni reytinq mənim üçün önəmli deyil. Bax mən ondan danışmaq istəyirdim ki, Azərbaycanda biz hamımız eyni qazanda qaynayırıq. Bu reytinq söhbəti bəzi həmkarlarımızı yanlışlığa və yanlış addım atmağa gətirib çıxardır. Mən tavadıyam, qazanda deyirəm. Yəni bu qazan bilmirəm haradırsa da axır ki bu məkanda, yəni ki reytinq bunlar mən baxıram bax həyata və mənə hərdən qəlbə gəlir ki, insanlar yəni bu həyata belə ciddi yanaşırlar. Yəni bu qədər ciddi baxırlar bu həyata. Yəni ki bu dava-dalaşların səbəbi nədir ki, yəni Cabir İmanov, Aygün bəylər, mən ən yaxın keçmişi deyirəm mən sizə. Bunlar sizə dərs olmadı, yəni ki, başa düşmürsünüz ki, həyat çox qısadır və çox fanidir və bu bəhs-əbəsin, bu reytinqin, bu dava-dalaşın, bu səbəbi nədir ki? Yəni nə olub ki, yəni? Bizim ümumi götürsək, şəxsən özüm, nə qalıb ki, 20-30 bayramımız qalıb da bizim. Maksimum. Maksimumda. Yəni nəyin davası gedir ki, yəni? Nəyin davasıdır ki? Materialist düşüncə tərzi. Yəni mən ona görə mən reytinqdir, baxımlı olmaz. Mən reytinq cədvəlinə heç baxmıram şəxsən. Açıq etiraf edirəm. Yəni mən heç maraqlı da deyil. Çünki mən başqa şeylərlə məşğulam. Mən özümü inkişaf etdirməklə məşğulam. Daxili dünyamı. Mənim oğlum böyüyür. Mən maraqlanıram ki, görəsən gələn o məktəbə gedir. Görüm o mənim gələn oğlum məktəbə gedəcək inşallah. 1-ci sinifə. Mən o maraqlıdır. Mən öz mənəvi dünyamı rahat eləmək. Mən gecə rahat yatmaq istəyirəm vicdanımla. Yoxsa fikirləşim ki, sabah mən nə şou eləyim ki, mənim verişim baxır. Bu mənasızdır. Şəxsən mənim üçün mənasızdır. Yəni açıq deyirəm. Mən qayıdacağam mütləq bu söhbətə, amma uşaq, o boyda uşaq olar. Mətbəxdə vəziyyətdə yerdədir. Yeri gəlmişəm, maraqlı yemək pişirir. Uşaq deyəndə bu günlərim gənclərdir ya, İlqar müəllim. Sən yenə də əldu qaynar yağın içə salırsan. O vaxt nənələrimiz, babalarımız belə yağa salırdılar. Yaxşı, mənim üstümə dağıtma. Deməli, biz sual vermişdik ki, Nahidin bişirdiyi o küftələr ki var idi. Həmin o küftələrin üstündə... O buradadır, hazırlanır, tam hazırlanır. Amma onu sobaya göndərəcək. Sobaya getməli ki, üstünə nə vurur? Bax, bu idi. Və birinci kim bu suala cavab versə və verəcəksə, mütləq onun hədiyyəsi var. Bəli. Bax, bu nədir? Nahid orada hər şey hazırladı, artıq sobaya qoyur. Bu nədir? Ki, bunu həmin o küftələrin üstünə vurur və sonra da tam hazır gətirib qonaqların qabağına qoyacaq. WhatsApp nömrəmiz yeri gəlmişkən var. Həmin o WhatsApp nömrəsinə yaza bilərsiniz ki, bu nədir? Və kim cavabı düz tapsa, super. Amma ötən həftə bizim qaliblərimiz var idi və qaliblərimizdən biri mən özüm xüsusilə seçdim. Bəli, o əslində qalib deyildi, amma İlqar müəllimin qanına yaxın gəldi. Mən deyim nə deyim, yaş məsələsi var da. Söhbət bu şəxsdən gedir və yazmışdı ki, veriliş başladı, iştaham açıldı. Buyurun, baxa bilərsiniz. Bax belə. Bəli, həmin bəy gəlib. Həmin kişi gəlib və onu ilə artıq biz bu barədə bir balaca söhbət eləyə bilərik. Söhbət Elmi Abbasovdan gelir. Buyurun. Elmi mənim, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Salam, hər vaxtınız xeyir. Sağ olun, Allah razı olsun. Dərhal da baxıram, deyən ki, özlü yay. Özlüdür. Necəsiniz? Şükür, sağ olun. Yaxşı, hər şey əla, hər şey gözəl. Qonaqlarımızı salamlayıram. Ekran qarşısında əyləşən izləyicilərimizi salamlayıram. Verilişiniz də axarlı, baxarlı, uzun ömür olsun. Kollektivimizə də təşəkkür edirəm. Çox mehriban kollektiviniz var. Allah can sağlığı versin. Mən əbəs yerə sizi seçmədim. Burada neçə yaşınız var? Mən 55 tamam oldu, 56-ya keçmişəm. Yaşıdıq, yeri gəlmişkən. Həqiqətən yaşıdıq. Buyurun, bu sizin hədiyyəniz. Allah can sağlığı versin. Uğurlar sizə. Həmişə salamat olasınız. Buyurun. Uğurlar. Buyurun.
Deməli, yox, maşallah. Çörəyimi qaşım, yaxşı qalmışam. Səni reyting yox, ümumiyyətlə özünü inkişaf və s. bütün bunların hamısı maraqlanır. Bir, veriliş başlayanda bir məqama toxundun orada və dedin ki, mən ona görə ucuz şou eləmək istəmirəm ki, həmin şəxslə ona hörmət eləmək, onunla aramızdakı hörmətin qalması. Amma gəl etiraf eləyək ki, elə şəxslər var ki, ümumiyyətlə onlara hörmət eləməyə dəyməz. Onlar məndə verilişimdə yoxdular. Həmin adamlar da mənim verilişimdə yoxdular yəni. Yoxdular. Məsələn ki, dünən ilk buraxılış idi. ARB televiziyasının məşhur siması, çox peşəkar insan. Mən həmişə deyirəm, Azərbaycanın Nəsibə Zeynalовası varsa, Azərbaycanın Dilarə Əliyevası da var. Dilarə xanımla bizim xalq artistimiz Megastar Faiq Ağayev. Mən bu verilişin bir battle kimi başa düşək. Yəni, belə anlayaq. Çox minimalist bir efirdir. Yəni, belə zərri, pavilyon, rənglər, işıqlar yoxdur. Yəni, özü elə düşünmüşük onu. Yəni, o qonaqlar dediyiniz qonaqlarda yoxdur. Mən həmişə deyirəm, bir dəfə də demişəm, mənim verilişimə gələn qonaqlar mənim evimə gələn qonaq kimidir. Bax, elə verilişlər var ki, gedirəm, qarşılayan yoxdur adamı. Yola salan yoxdur da, yəni adam. Bilmirsən ki, bu evin, bu verilişin yiyəsi kimdir. Amma məsəl üçün, sizin verilişə gəlirəm, həmən kulisdə qarşılayırlar, çay verirlər, kulisə qədər yola salırlar, kofe yemək verirlər. Mən ona görə məni 2 aydan sonra yenidən Günəbax komandası mənə dəvət eləsə, mən yenə gələcəm. Çünki ona görə ki, mən buradan xoş təəssüratlarla ayrılıram. Münasibət. Amma mən bilsəm ki, məndən buradan nəsə belə qopartmaq üçün çağırıblar, nəsə məndən qalmaqal istəyirlər, nəsə belə də qaşımaq istəyirlər, mən o verilişə gəlməyəcəm. Bəlkə də istəyirlər, sadəcə olaraq demirlər. Siz? Başqa bir tərəfdən götürək. Mən də qalmaqalın tərəfdarı deyirəm. Mənim də o qətiyyən xoşuma gəlmir. Çünki mən həmin o qazanda Onun da bir həddi var da. Yəni, Türklərin bir kavqanın da adabı var. Yəni, onun da bir mədəniyyəti var. Yəni, qalmaqal eləyəndə mən o qədər qalmaqallı açıqlamalar etmişəm ki, yəni olub. Amma mən onu bilərəkdən etməmişəm. O fikirlərim qalmaqala gətirib çıxar. Məsələn, müğənnilərin məsəl üçün televiziyaya, efirə qanararla çıxmasını mən öz səhifəmdə paylaşdım. Dedim, bu düzgün deyil. O çox böyük qalmaqala səbəb olmuşdu. Yəni, çox böyük olmuşdu hətta. Bir tərəfdən bəli, mən səninlə razılaşıram ki, bir tərəfdən bəli, bu düz deyil. Amma ikinci bir tərəfdən elementar bir məqamı da nəzərə alıram. Misal üçün, Rusiyanı və yoxdur, Birləşmiş Ştatlar, çox uzağa getmir Birləşmiş Ştatlar, Türkiyə, bu tip ölkələrdə baxırsan ki, bəli, elə şou ulduzları var ki, onlar artıq Avropada tanınır deyərək, onlar qonorar müqabilində efirə gələ bilər. Amma bizdə sistem hələ qurulur. Amma İlqar bəy orada belədir, baxın. Qonorar müqabilində çağırdığı qonaqlar da var və tələbatlı qonaqlara qonorar verdikləri də var. Bizdə o sistem qurulmur, baxın. Bizdə məsəl üçün tələbatlı müğənnilərə qonorar ödənilmir kanala gələndə və tələbatsız müğənnidən də o zaman qonorar götürülməməlidir kimi gəlir mənə. Onda bərabərləşir. Bir də məsəl üçün istəyirlər, eşitmişdim 10.000, 15.000. Yaxşı, mən sənə onu verməyə hazıram. Sən mənə onun müqabilində 15.000 manatlıq şou göstərəcəksənmi? Yox, inanmıram. Bu da böyük bir sual altındadır. Mümkün deyil. Sən mənə 15.000-lik şou göstərəcəksənmi? Yox. Yox. Bir də dediyim kimi, sistem hələ o qurulmayıbdır. Yəni, bu tək televiziyanın öhdəliyində olan bir şey deyil. Bu, ümumiyyətlə, rəsmi bir şəkildə olmalıdır. Yəni, müəllif hüquqları və s. Yəni, elə. Deməli, ona görə də həmin o qonorar məsələsində, əgər müğənnilər orada qalmaqalı qaldırmışdılarsa, ümumiyyətlə, ki, onlar o barədə düşünməsə daha yaxşı. Sonra mən yaddan çıxdım, başqa mərhələyə keçdi o mövzu. Yəni, mən çox uzatmaq istəmirəm. Yəni, belə, yəni. Yox, yaxşı da sən həqiqətən sakitcə öz rusların bir yaxşı sözü var. Mənim evim bir kənardan Maya Xataskaya məsələsi var. Kənardan öz işimi görürüm, daxırda. O məsələ ilə razıyam. Ucuzluqdan, bəli, qaçmaq lazımdır. Onu ilə də razıyam. Amma şəxsi həyat mənim üçün ümumiyyətlə maraqlıdır kimin həyatında başlayır. Bu da mən elə bildim ki, sən subaysan. Həmkarıq, efir dəfələrdə olmuşsan. Yəni, maraqlı deyil də, şəxsi həyatım mənə maraqlı olmamalıdır. Lazım olduğu üzün düzüm Allah can sağlığı versin, əhsən. Maşallah. Çox sağ olun. Amma eləsi var ki, qurdalayır ki, oradan nəsə çıxartsın və dərd orasında ki, üzbəüz oturan da ona reaksiya verir. Amma bilməm, xanım, Elvi, mənim əzizim, bilməm, razısız yoxsa yox. Amma bir fakt da var da, gəlin, baxaq görək, mən Xatun xanım çıxsın, yeni təkcə layihəsindən danışsın. Ya Elvin desin ki, mənim təzə mahnım çıxsın, uduzacaq. Reytingdə uduzacaq.
Ona görə də bu orta dəngəni elə qoruyub saxlamaq lazımdır ki, həm baxılsın, həm reytinq versin, həm də çox da qalmaqala gəlir. Çünki məsəl üçün Azərbaycan televiziya məkanında çox qəşəng sənət verilişləri var. Təəssüf ki, onlara baxılmır. Amma niyə baxmırlar? Məsəl üçün Bir mahnının tarixçəsi. Mən çox sevirəm o verilişi. Könül Arif qızı, ürəkdən salamlayıram. Maska şousu. Çox gözəl dekorasiya, işıqlandırma, oradakı çıxan ifaçılar. Baxaq reytinqə ürək açan deyil. Amma çox istəyərdim ki, elə verilişlər daha çox olsun. Deməli, keçən həftə də bir uzun yola çıxmalı oldum və FM stansiyalarına qulaq asırdım yeri. Bəli. Və gördüm ki, sən Azərbaycanın nə qədər gözəl, maraqlı və xoşa gəlimli musiqiləri varmış. İstər söhbət müasir tərzdən gedir, istərsə də klassikadan və yaxud onların sintezindən. Sonra avtomatik gedirəm və fikirləşirəm, bunları mən efirdə eşitmişəm, yox. Səbəb? Olan hamısı yüksək səviyyəli musiqidir ya, eşitdiklərimin. Radiodan eşidirdim, FM-dən. Niyə görə efirə çıxmır? Hə, bax, burada həmin o dediyim məqam çıxır ortalığa. Hansı bir nanay mən çağırım, həmin o nanay corabları keçitsin başına, sözün əsl mənasında. Hayküy qaldırsın. Bu daha maraqlıdır. Nəinki bu insanın üzünü də görməmişik, amma elə məlahətli, elə gözəl səsi var ki, sözün əsl mənasında hayıl-mayıl olursan o vaxt. Problemdir, problemdir. Niyə? Çünki müəyyən aparıcılar var ki, onlara bu lazımdır. Səbəb musiqini bilmir. Kazım bayaq özü dedi ki, adabında. Hə, əlbəttə, ədabında. Düzdür, adi biz çıxsaq sənətimizdən danışsaq, bəlkə də o reytinqi verməliyik. Amma bilirsiniz, o şəxsi həyatlarını efirdə danışan insanlar, yəni hər kəsə şamil etmirəm. Biri var, dərin insanın dərin həyatından bəhs edilir. Bir də var, bəsit insanların bəsit həyatları qoyulur efirdə ortaya və adam iyrənir. Pis çıxmasın efirdə, iyrənir baxmağa. Elə ucuz söhbətlər gedir bəzən. Misal üçün, mənim bundan öncəki televiziya layihəmdə, bu özəl medianın özəl layihəsində Şöhrət, mən o uşağı çox istəyirəm, verilişində yıxıldı pilləkənlərdə. Mən ondan icazə aldım. Dedim, olar bunu efirə verim. Dedi, olar. Halbuki ondan qabaq mən çox maraqlı sənət proqramları, gözəl ifaçılar, canlı musiqilər filan. O viral oldu, hə? O viral oldu. O viral oldu. Mən özümdə oturdum, düşündüm ki, demək ki, mediaya da, xəbər portallarına da mənim təqdim etdiyim sənət proqramları heç lazım da deyil. Onlara Şöhrətin yıxılması daha maraqlı gəldi. Yıxılaq bəlkə. Yıxılaq bəlkə. Nə deyirsiniz? Yox, lazımdır. Ona əksinə ayaq üstə dayanmalısan. Kiminsə xoşuna gəlsin deyə yıxılacaqsansa, onda həyatın yıxıla davam edəcək. Yəni ona görə də göstərməz. Həmişə ayaq üstə duraq. Amma bu məni yolumdan döndərmir də heç vaxtı. Ki mən də gedim o yola ki. Amma bir şey var, insan yıxılmasa da duranda bərk durmaz. Məncə yıxılmalısan bəzən ki, duranda Mən dedim axı, kimə görəsə. Bəli. Kimə görəsə yıxılmaq boş şeydir. Onda həmişə gözləyir ki, bu yıxılmalıdır. Bəli, belə yıxıla bilərsən. həyat dərsi olur. Hə, o sən həyat... Elvin, yıxılmadan mikrofonu götürürsən, ayaqda durursan. Yıxılmadım. Sən Best of Aygündən oxursan da. Mən də Aygün xanımın diskində yer almış mahnımı ifa edəcəm. Aygün xanımı salamlayıram. Siz Nəsə sevirik. maraqlı disk. Mən də məhəbbətə, xəyanətə yox mahnısını yeni nəfəslə ifa etdim. Yeni nəfəs verdim. Əla, buyur. Nəhayət ki, düzəltdi. Deməli, söhbət nədən gedir? Naidər dəfə yeməyi düzəldir, gətirir, qonaqlar onun dadına baxırlar və qiymətləndirirlər. Ortada London məsələsi var. Tərəsmə. Qardaşlar, Nə dəxli? dostlar. Yenə də başlayaq burada qaçmağa. Qaçmağa başlamayaq. Bu ilin sonuna qədər mən İlqar müəllimin qoyduğu balı yığa bilsəm, İlqar müəllim pulsuz məni Londona göndərir istirahətə. Amma yığa bilməsəm, mən pulsuz İlqar müəllimi göndərməliyəm Londona. Pulsuz yəni göndərir məni. Yəni gəncin yanında olmaq lazım. Ay sağ ol. Eləməyin. Verdi o sualı. Kim verəcək bəs o biletin pulunu? Mən də Mama Banka yığmaq istəmirəm. Mama Banka ki, eləmə də. Əzizim, sənin hələ həyatın qabaqdadır. Mən indidən sənə 0 bal qoyuram. İlqar bəy getsin. Vəssala. Elmi, sənin də həyatın qabaqdadır ya. Deməli belə, siz nuş olsun. Dadına baxın, mənim bir balaca süjetim var. Oyuna işləməliyəm, onu sizə göstərməyin. İşinizdə olun. Span, sənin də var, onu qabağında. Sən də o kəsin. Əladır onun tərkibi. Hürrəm Sultan kimi birinci cariyələrinə o yedizdirərdi ki, görsün necədir. Nə var içində?
Hər şey. Göbələk, toyuq əti. Xatun xanım, buyurun. Mən süjetimi işləyim. Deməli, Azərbaycan üçün çox fərqli bir, əslində qalsa, maraqlı bir hadisə baş verib. Söhbət nədən gedir? Bizim baykerlərimiz var da, bizim motosiklet sürənlərimiz. Söhbət o yük daşıyanlardan getmir. Ümumiyyətlə, motosikleti həyat tərzi kimi qəbul eləmiş şəxslər var ki, onların həyatı bayklardandır. Həyatı odur da və onlar çox maraqlı bir aksiya əl atıblar. Söhbət nədən gedir? Əvvəlcə ona baxaq. Gec deyil layihəsi Azərbaycan Moto Həvəskarları Assosiasiyasının unikal moto yürüyüşü keçirildi. Biz layihəmizi məhz baykerlarla başladıq və birinci bayk sürmə ilə başladıq və çox qısa bir müddətə mən xəstələndim və bu arzumu reallaşdırmaq mümkün olmadı, amma başlanğıc var idi və ondan sonra bütün bu baykerlar mənim sağalmağım üçün və mənim ayaq üstə qalxmağım üçün və yeni bəli. Biz 60+ insanlara göstərək, motivasiya olaq ki, əylənmək üçün, bəzən onlar həyatdan küsürlər də, bəzən təqaüdə çıxandan sonra düşünürlər ki, artıq həyat bitib, övladlarım var, nəvələrim var və evdə otura bilərəm. Amma bu heç də belə deyil, bu insanları motivasiya eləməlidir ki, arzularınızın dalıca qaçın. Televiziya vasitəsilə də müraciət eləyirəm. 65 yaşı tamam olmuş, pensiyaya çıxmış, amma hələ də işləmək istəyən ingilis dili müəllimi axtarırıq. Biz ingilis dili müəllimi ilə danışıqlar aparmaq istəyirik ki, o hələ də işləmək istəyirsə, maaş almaq istəyirsə, biz onun üçün bir dərnək açmaq istəyirik. Təbii ki, onun maaşını hansısa kommersiya şirkətləri ödəyəcək və bunun müqabilində reklam edəcəyik biz onları. Amma 60+ insanlar tam təmənnasız o dərslərə qoşulub ingilis dilini öyrənə biləcəklər. Əla ideya deyə yeri gəlmişə həqiqətən. Əslində qalsa o Bakı Choppers komandasının uzaqdan uzağa da olsa tanıyıram və həmin o uşaqların nə qədər ciddi, belə həyatda öz yerini tutmuş insanlar olduğunu bilirəm. Və ikinci bir tərəfdən bu tip şəxslərin belə bir aksiyanı təşkil etməsi və bundan sonra hətta 60+ yaşı çox olan şəxslərin ingilis dil müəllimələri də axtarmağı və onların işlə təmin edilməsi, kömək eləməsi də super bir addımdır. Ona görə də hətta həmin o şəxsin, xanımın ağır xəstəlikdən ayağa qalxması üçün əllərindən gələni eləməsi və ona həyati dəstək verməsi bu çox vacib bir addımdır. Çox sağ olsun, ona görə Bakı Choppers, Allah can sağlığı versin, uğurlar sizə. Hərdən bir sizin o bayıqların səsini şəhərdə eşidəndə ləzzət eləyir. Sağ olasınız. Və söhbət bizim sponsordan gedirsə, Civinetlə siz evdə, bağda, rayonda, səyahətdə, bir sözlə internet olan istənilən yerdə sevimli verilişlərinizə və kanallarınıza baxa biləcəksiniz. Artıq sevdiyiniz telekanallarda istədiyiniz yerdə və istədiyiniz cihazda, smartfonda, planşetdə, smart TV-də baxmaq imkanınız var. Civinetə qoşulun və müxtəlif janrlı əksəriyyəti HD keyfiyyətində olan 130-dan çox telekanalı izləməkdən zövq alın. Qoşulmaq üçün civinet.az saytına və ya 055 553 35 nömrəsinə müraciət edin. Civinet, TV sizinlə istənilən hər yerdə, plus küllü miqdarda futbol. Nə qədər istəyirsiniz? Bax belə, deməli... Mən qiymətimi vermək istəyirəm. 0 vermirsən, vəssalam. Zarafat idi. Orada zarafat deyil. Elvinin sözü bir olar. Xahiş edirəm, qoy danışsın. Bəlkə adam fikrini dəyişdirdi. 10 ballıq. Elvin heç vaxt fikrini dəyişdir. 5 ballıq deyil. Niyə təzyiq göstərsin? Elvin elə şəxslərdə deyil ki, Elvinə təzyiq göstərmək olar, ona bax. Haləm vırıram, bir deyil. 10 bal üzərindən vermək. Bəli. Elvin, amma yaddan çıxarmasa artıq qiymət vermişdin. Yəni, sən fikrimi dəyişən insan deyilsən, mən səni belə tanıyıram. Zarafat eləyir, deyək. Xeyr, mən ciddi danışıram. Prosta bir şey var da, mənim dostlarım bilir. Mən aşpaz ailəsində böyümüşəm. Mənim anam da, atam da ikisi də professional aşpaz olub. Onun üçün mən obyektiv bal verməliyəm.
Mən buna 10-da 8 verəcəm. 2 balı nəyə görə kəsirəm onu da deyim. Soğan hiss olundu ağızda. Yəndə soğan xırçıllatdı. Olmamalıdır o. Soğan bir də ki göbələk tam Efir vaxtına görə yəqin nəzərə alınır. hə, ola bilər. Onlara görə 2 balı çıxdım. Amma Bu, 10-da 8 Aşpaz dadlı ailəsində doğulmuş övladın bunu deməyi balaca bir şey deyil. Ha. Bəli. Plus deməli, əvvəlcə qurmanam. nəzərə alsaq ki, sən 0 demişdin. 0-dan da 8-i çıxsaq. Ki o da mümkündür. Mənfi 8 Mən O da ona mümkündür. gətirdim, Ona görə sonra vəziyyət gənclər. çox ağırlaşır. Buyur, Sübhan. Məndə bir dəqiqə mənə bir zaman ayırın, mən öz fikrimi Buyur. bildirim. Mənim üçün bir ifaçının, bir müğənninin yaxşı ifaçı olması ilə yanaşı, onun yaxşı insan olması da çox önəmlidir. Razı. Tərbiyəli və Təbii. bəzən nə qədər yaxşı ifaçı olursa da olsun, onun xarakterində müəyyən problem varsa, şəxsən mənim üçün onun sənətinə də təsirini göstərir. Sözü nəyə gətirirəm? Söz ona gətirirəm ki, mən bu cavan oğlanın tərbiyəsinə, bu oğlanın böyük-kiçik yeri bilməsinə hər zaman böyük sayğı ilə, hörmətlə yanaşmışam deyə və burada da onun aşpazlığı öz yerində və tərbiyəsi də üstəgəl 10 bal. Bəli. Bildinizdə nə demək istədim? Yəni ikisi də rol Tərəfli oynayır. danışdı ya. Bu sintez idi Kazım. Mən işdə demirəm, hər şey qaydasında. yəni. Amma onun insani tərəfləri qoyuruq bir kənara. Məncə də. Mən Sən də yemək bax dedim, haqqında misal deməliydin. ona görə misal çəkdim Özüm ki, üçün. o da rol Obyektiv oynayır. olacaq. Özüm, yəni Yox, özüm obyektiv. üçün. Mən ona tüklər demişkən qıyamam da, yəni 10 Özüm bal. üçün. Mən bax Niyə- o 10 okey, niyə 10 qıysın var mənə? idi. Bu dağda tələsmə də. Onu var. İlqar bəy qıyırsan, Kazım onu var. qayda Londona gedəcək. Onu var. Problem deyil. İlqar mənim çox gəzibdi. Qoy biraz o gəzsin. Kazım, Gördün? mən başqa tərəfdən yanaşıram buna. 10 xalı var, mən heç nə demirəm. Amma bunun insani xüsusiyyətlərini qoyuruq bir kənara. Yemək nöqteyi nəzərdən neçə verərdi? Valla da mənə xoş gəldi. Burada mənim sevdiyim inqridiyentlərdə göbələyi mən çox sevirəm. Toyuğa çox belə xüsusi bir Simpatiyam var. Yoxdur toyuğa çox. Amma yəni belə mənim dada xoşuma gəldi yəni. Məsələn bir çəngəl yemədim, yəni davamlı yedim süjet izlərkən. Deməli buradan çıxış eləyirik ki, misal üçün insani xüsusiyyət və Ay yemək qanmənim, xüsusiyyətlər sözünüzü balla kəsən, balla olsun kəsməyəcəksən. toyunda. Niyə belə Deməli, edirsiniz? bir dəqiqə. İnsani xüsusiyyət və bunun dadı 10 ballıq şkaladırsa 5 düşür insani xüsusiyyətə, 5 düşür yeməyə. Yox. Hə. 8 düşür yeməyə, 2 düşür tərbiyəsinə. Elqəm, o qurdalanmaq Sonuçta məndə çəkən yemək adam 8-dir. deyil. Hə, axırda 8-dir, 16. Və salam, bu belə. 10 bal. 10 bal verir. 8, 16. 18. 10 bal. 10 bal. 10 bal, 10 bal. Mən də yedim, çox dadlı idi. Burada qalıb biraz. Hə. Güzgü, su qabı. Məncə balı azalt. Məncə də. Nə qədər? Ürəyindən nə keçir onu de. 7 tam və salam. Yox, yox. 7 və salam. Mən hər zaman gənclərə dəstək oluram, canım mənim. Ona görə mən istəyirəm ki, bu bir oğlan, İlham bu edir, oğlan ruhu girir. bəli getsin Londona. Ay sağ ol. Və ona görə 10 bal. Çox dadlı idi, ləzzətli idi. Amma 10 balı bax sifətdəki mimikanı Siz fikriniz 10 biletlərə bal. tez-tez baxın. Bəli, Yox, yox, götür bir apar. dəqiqə. Ya hələ belə də sən qəbul edirsən belə Mən 10 qəbul bal. eləyirəm. Eyb yox, Belə. o qoy elə versin. Hə, Lap belə. peki. Qoy nə deyir eləsin. Eyb yox. Əsas Mən- odur ki, qoy 10 desin, baldır. it aparan olsun. Eyb yox, mən götürürəm onu. Axırda onu götürüb Londona gedəcəmsə qoy mən gedim. Get sızanağı düzəld ala. Cavanlıq Bu əlamətidir. dəqiqə o yadıma canım. salma ki, o mənim də olur hər də bir beyin çönür. Cavanlardan. Deməli, Məndə də var. 8, Qaydasında. 10, 10. 10, bəli. 28. Məncə mənim xalım idi, inciməyin dostum. Danışma. Yox, yox, mən sən səninlə danışma. tam razıyam. Hər şey qaydasındadır. Super. Bizim adamsan. Əla. Hə. Sizin planınız var deyəsən Londona getmək istəyirsiniz ikimiz bir yerdə. Bax mənə lazım olan. Ya yedu sweet blonda. Mənə Bu da lazım bizim olan ürəyimizin Bu da balları. bizim ürəyimizin gördü. Yumuşaqlığı. Gördün. Valla mən heç nə demirəm. Gəlin belə eləyək. İlqar Heç nə müəllim. demirəm. Atalar sözündən aranız necədir? Yaxşı. Gözəldir. Gözəl olsun. Süni intellektdə atalar sözünü biz Yox, yazırıq. süni intellekt aranız necədir? Onunla yəqin yaxşı olar. Hamısı gənc, cavandılar. Əladır. Ay sağ ol. Biz süni intellektdə atalar sözü yazmışıq. O necə görürsə sizə göstərəcəyik. Siz onu təxmin eləməlisiniz. Buyurun. Bəli. Buyurun zəhmət Zəhmət olmasa. olmasa gəlin burada. Oradan yəqin ki çox böyük görmür. Monitordan baxın. Baxarıq. Amma Oturun oradan baxın. Görürük yəni Hə. Ay sağ ol. Yox, gözünüz uzatmayın. nəzərə alın ki, onu süni intellekt elə görür ha. Başa düşdük. Amma siz Aha, təxmin anladım. eləməlisiniz. Buyurun, verə bir dənə şəklimizi. Hə? İlqar müəllim Günəbaxan.
Bu nə ola bilər? Su yolunu tapar. Su axar, yolunu tapar. Nəsə belə bir şey. Diqqətlə, Diqqətlə biraz da, bax. baba, biraz. Biraz da belə Ona görə deyim fikirləşin. ki, ayağa durub baba buradan baxmaq lazımdır, aydın kadrdır. Su axan çay bir də axar yox. Su gələn arxa, bir də su Su gələr. gələn axar. O su axar yolunu tapar. Arx var orada. Danış. Ora baxma, ora bax. Mənə nə baxırsan, ona nə baxırsan? Su Ondan sən gözündən gəlməsin yazır. Tap. Nə ola bilər? Təxmini. bilmədim. Tapa bilmədiniz. Tapılmalı. Bir dənə şey ver. Eybi yox. Bunu indi fikirləşərsiz. deyin də. Keçək, demərik axı, qoy belə. Bu nə ola bilər? Ağac bar verdikcə başını aşağı. Aşağıya, bəli. Əla, halaldır, super. Ən çətini, ən asan, bəli. Keçək o birisinə. Sonra Amma ikinci sifətinə bax, qanı qaradır ikini. toydan sonra da onu gəlsin. Qız amma Bəli, xoşbəxt. düz tapmısınız. Növbəti şəklimiz gəlsin. zəhmət Yeganə olmazsa. xoşbəxt orada gəlindir. Şirənmişə şirdir. Mənim gəldim. Nə Amma ola bilər? Dəvədən böyük şir var. yox, orada hələ ki dəvə Dəvədən yoxdur. böyük şir. Nə Daha doğrusu dəvəni yeyiblər. Dəvəni harda gördün? Ay? Nə bilim. Yeyiblər də mədəsindədir. Nə ola bilər bax? As. Aslan var burada. Aslanlar. Aslanın erkeği dişisi olmaz. Ay, sağ ol. Əla, super. Növbəti varımızda yoxsa? Bəsimizdir. Amma ikisini də Xatun xanım tapdı. Ya fikir verdiniz. Yo, yo, Birini də yo. Elvin tapsın. Birini Elvin tapdı. Gördün. Amma o birincisini bilmək istəyirəm. O Birincini bir dəfə. Bax, bu Necə? nə ola Bax, bilər? buna Bax, bir bu də nə bax. ola bilər? Təxmin nədir eləyin. su ki gəlsən nə? Biraz diqqətlə baxsınız tapacaqsan. Diqqətlə baxın bilirsiniz. Su təsisi yox. Yoldur, qabdır, Hə. sudur. Su axar yolunu tapar da, nəsə elə bir şeydir. Yox, Hətta yox, yox. 7 dəfə demişəm. O su axar Bir də, çuxurunu tapardı. Çuxurunu tapar. Yolunu qırma deyil. Bax burada Bilmədik. Nəsə qırılır. Sınıb. Harda sınıb? Sınıq nədənsə su Hə? Ayda. Su girdiyi qabı oldu düşmə. Hə, mənim iki balımı kəsməklə deyil, tap. Tap o. Diyan Allah Hə, haqq dilimin hə, hə. ucundadır. Sınıq nədənsə şey su Yox, o su axar deyil. Su. O mahnı sözləri. Yaxşı, biraz yox. O səhəngdir. Başa getməni. Səhəng. Bax, o sınan səhəngdir. Səhəng nədir? Suyu daşımaq üçün bir qab. Bəli. Deməli, su səhəngi Su yolunda. Su yolunda. qəzən Qırılar. eynək Biz mənim atalar sözünü yadımdadır. bilmirik. İndi dərd orasına o O səhəngi su yolunda nə? Su yolunda qırılar. Türkçə su təsisi su yolunda qırılar. Yo, mən o Mən ilk dəfə duymuşum. Pas. Su səhəngi su səhəngi. yolunda. Mən Su o yolu. misalı bilmirəm. Nə yalan deyir? Sən Allah beynində fırlatdığın nə idi onu de görüm mənə. Su axar çuxurunu tapar. Orada çuxur yoxdur. Qız qızıla dönübdü xəbəri yox oğlanların. Qız ağacı qız Yeri ağacı. gəlmişə yaxşı Neyse, atalar su da məsələdir, olmaz, sabah belə bir hazır şey ver var. onu. Hə, nəsə var. Oğlan igid Hə, qız nəysə. qəşəng. Hamı desin ürəkdən. Bəh. Yox, əslə qalsa Ay bunu canacığım. həm də yeri gəlmişə doğrudan Xatun xanım. Kababı ilə getmişəm. Yaxşı, mən gələm biraz. Getməyin, getməyin, Sizin getməyin. ən çox sevdiyiniz atalar sözü hansıdır? Efirdən deyə bilmərəm. Düzün deyirəm. Mənki o şeydir, ən xoşladığım kabab yeyir. Çox mədəni atalardır. mədəni. Çox mədənidir. Amma inanın ki, o xoşuma gəlir də. O qədər yaşamışam ki, məsəl üçün kabab Hə. yeyinə gedirsən, Cız. cız. Mən yaxşı, mən onu bir balaca belə frazeoloji olaraq dəyişmələrini eləyə bilərəm. Amma dərhal da başa düşəcəklər ki, mən hansı atalar məsələn. Ayda mənim də beynimdə bir hata Plus 18-də o. Siz deyin zəhmət olmasa. Yox, mən onu dəyişim. Hə, dəyişin deyin. İpucu, hə. Hada da tutur Dəyişin demə. deyin. Amma deyim. Təxmini de. Dəyişin deyin. Pis olsa Bir şey oldu kəsiləcək. kəsiləcək, problem yoxdur. Normaldır. 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 İndi mən sizə deyim. Allah'ın xeyrinə. İndi mən sizə deyim, problem yox. Kazıma bak, Kazıma. Aa. Kazımın reaksiyası süperdir. Mən öz atalar məsəlimi deyim, onu dəyişmişəm. Siz də dəyişin. Deməli, bəli. Öskürənin qabağında askırmasın deyəcək ağciyəri yox. Onu bilirəm, hə, onu bilirəm. O da gözəldir, xoşladım. İkincisi var məndə. O da hə, dəyişim gərək. Deyəcək ağciyəri yoxdur da. Ağciyəri yoxdur, vəssalam, hər şey qaydasındadır, bəli. Kazım, səndə yoxdur elə bir
frazeolojik ay nöqteyi Kazım, nəzərdən bunlara dəyişməklə. qulaq asma bunlara. Yoxdur, yəni yalan deyərəm. Bax, ona yəni. görə mədəni Şov. formada, şovda işini, gücünü Doğrudan görür, bilmirəm. o Bəlkə tərəfdə bilirəm, işi yoxdur. yadımdan çıxıb. Bəlkə də bilirəm, yadımdan çıxıb. İndi xatırlaya bilmirəm yəni ki. Azdıq biz yolumuzu xatırlayırıq. Və mən başqa bir şey deyim. Mən artıq, Amma mən nəyi bəyənmirəm? Hə. Nəyi bəyənmirəm? Mən ciddi tərəfə yönəlirəm. Bəzi bizim mahnılarımız var ki, hansı ki, orada istifadə olunan köhnə mahnıdır da, yəni köhnə mahnıdır deyə bilərəm hansı. Əziz dostum məndən küsüb inciyib. Orada bir fraza gedir. Hansı ki, orada işlənilən fraza bugün yeni nəsil gənclər onu biraz başqa yerə yozurlar da, yazıb müğənnilər gətirib mənə. Yəni onu yazıb müğənnilər indi oxuyanda onu dəyişirlər, eləyirlər ki, çalmaqda necə mahirəm. Bəli, onu eləyirlər ki, görsünlər ifadə necə mahirəm. Halbuki o vaxtlar yazılanda Onları razıyam. bildiniz nə demək istədim? Yəni mən ciddi tərəfdən mövzunu müzakirə elədim. Yəni amma bu bizim dilimizi biraz çərçivəyə salır da, yazıq Allah yazıq məsələn. Məsələn, Bülent Dadaş bu mahnı oxuyanda belə oxumuşdu. Görsünlər ifadə necə mahirəm. Düz eləmişdi. Sadəcə olaraq kütlənin, cəmiyyətin yox, kütlənin intellekt səviyyəsi o qədər aşağı Bu düşür yaxşıdır ki, sizcə? bu bərbadçılıqdır. O kütlənin intellekt səviyyəsinin aşağı düşməsinin ucbatından insanlar risk eləmir o söz deməyə. Amma bunu yadda saxlayırıq. Bu mövzunu yadda saxlayırıq və günləri bir gün dəvət edəcəm, işləməliyik bunu. Məncə də. Çoxdur, bir neçə mahnılar var orada, yəni bir neçə sözlər var. Və yeri gəlmişəm, Nahidin verdiyi sualın cavabı tapılmadı, mən deyə bilərəm. Onu şəxsən özüm döymüşəm, Nahidi yox. Mərcidir o. Mərci əzməsidir. Mərcini orada çəkiclə döydüm, o günə düşdü. Mən minnətdaram sizə. Allah can sağlığı versin. Çox sağ ol. Sağ olasan, köynəyə görə xüsusiyyətlə Allah can sağlığı versin. İşində uğurlar, layihədə möhkəm ol. Elə də. Problemlərim də həll olsun. Mütləq. Bəli. Mütləq həll olacaq. Söz verdiniz ki, mən gələn dəfə gələndə Kupça da olacaq. Ürəyimə Gələn dəfə sıxma. Kupça ilə Olacaq, gələsən. qarajda olacaq. İnşallah. Belə, salamat qalın. Əsası odur.